Salam, hörmətli Zəngəzur TV izləyiciləri. Günün vacib xəbərini diqqətinizə mən Rəşənə Quliyeva çatdıracağam. Dövlət Təhlükəsizlik Xidmətinin terror qruplaşmasının fəaliyyətində iştirak edən şəxslər saxlanılaraq ölkəyə gətirildi. Beynəlxalq terror təşkilatı ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələrinin formalaşdırılması, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqların yaradılması ilə müşahidə olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat istintaq tədbirləri davam etdirilir. Terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstə üzvləri olan Azərbaycan vətəndaşları Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutularaq Azərbaycana gətirilib. Pakistan Baş Nazirinin müavini Çinə səfər edib. Pakistan Baş Nazirinin müavini Xarici İşlər Naziri Məhəmməd İsaqdar 19-21 may tarixində Çində səfərdə olacaq. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib. ABŞ-ın vitse-prezidenti İsrailə səfər etmək qərarına gəlib. ABŞ rəsmisi bildirib ki, Vens ABŞ atəşkəsi və girovları azad etməyə çalışarkən Trump administrasiyasının böyük əməliyyata başlamaq qərarını dəstəklədiyi təəssüratını yaratmamaq üçün belə qərar verib. Hörmətli Zəngəzur TV izləyiciləri, günün vacib xəbərləri bu qədər. Sağ olun, salamat qalın.